Peyğəmbərin özünün heç bir zaman özündən hər hansısa bir halal qoymaq, haram qoymaq səlahiyyəti, ixtiyarı olmuyor. Peyğəmbərlərin belə özlərinin dinlə bağlı heç bir hökm vermək, hökm qoymaq səlahiyyətləri olmuyor. Hər hansı bir məsələnin halal və ya da haram demək hüquqları olmuyor. Yəni bunlar hamısı. Məsələn, bunu dedim, bağışlı mən. Yox, sən demirəm, qulaq asın. Allah razı olsun. Allah Qur'an deyir ki: "Və la yuharrimuna ma harramallahu və rasuluhu." Və Allah təala qınayır. Deyir ki, onlar Allahın və Rəsulunun haram etdiyini haram etmirlər. Deməli, Allah da haram eləyir, Rəsul da haram eləyir. Ayət açar deyir ki, Allahın və Rəsulunun haram etdiyini haram etmirlər. Bu açar ayədir. Deməli, Allah da haram eləyir, hökm verən həm Rəsul da Allah, haram həm eləyir. Peyğəmbər. Bəli, əlbəttə ki, başqa deyirsə, baxın, gözəl söz dediniz, baxın. And olsun, xeyr, Rəbbin and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə, Allah Rəsulü, verdiyin hökmlərə özlərində bir sıxıntı duymadan, tam təslim olmayınca iman gətirmiş olmazlar. Nisa surəsi 65-ci ayə. Sənin hökmlərin, Allah Rəsulü, gözəl toxundunuz. Bəli, Allah Rəsulü hökm verir, çox ayələr var. Bax, indi bir şey deyək.